Salam dostlar, hava xeyir olsun. Bugün də videomuzun başlığından gördüğünüz kimi yeni bir məsləhətlə, yeni bir maariflənmə videosu ilə qarşınızdayım. Videonun əsas hissəsinə keçməzdən qabaq onu bildirim ki, mən Azərqaz işçisi deyiləm. Bu videonu izləyənlər kimi bir Azərqaz abonentiyəm. Sadəcə qarşıma çıxan problemləri və həll yollarını deyirəm ki, insanlarımız soyuqda qalmasınlar, qazları həmişə gəlsin. Bəli, indi keçək videomuzun əsas hissəsinə. Əsas hissəsinə keçməzdən qabaq da sizdən bir xahişim vardı ki, bu videonu bəyənəsiniz və kanalıma abunə olasınız. Mənə bu şəkildə minnətdarlığınızı bildirə bilərsiniz. Bəli, videomuzdakı sualın cavabı budur ki, bəli, qaz sayğacımızın balansını daim tam saxlayırıq. Yəni, balansının bitməsinə izin vermirik. Qısası, qaz sayğaclarının balansı bitəndə ən çox qoda düşür. Bəli, daim qaz sayğacımızın balansını dolu saxlayırıq. Onsuz da narahat olmayın. Əgər sizin qaz sayğacınızın balansında çoxlu pul qalarsa, o sayğac xarab olarsa, yenisi əvəzlənəndə köhnə sayğacdakı pullar sizə qaytarılır. Bəli, sizə sənəd verilir. Siz gedib bu sənədlə həmin pulları geri ala bilirsiniz. Bəli, video bu qədərdir. Bəli, çalışın ki, sayğacınızın balansı həmişə olsun. Uğurlar.